Salam, sabahınız xeyir əziz tamaşaçılar. Hər birinizi xoş gördük. Azərbaycan televiziyasının efirində telesəhəri izləyirsiniz. Həftənin şənbə günüdür. Bilirik ki, hər biriniz evdə istirahət edirsiniz və bizi izləyirsiniz. Odur ki, yaxın 2 saat ərzində sizə bir-birindən maraqlı mövzuları çatdıracağıq. Şənbə günündən danışdıq. Elə şənbə günü bilirik ki, hamının ən sevdiyi gündür və xüsusən də bütün psixoloqlar da qeyd edir ki, şənbə günü ən rahat gün və insanların heç bir şey düşünmədiyi gündür. Çünki dünənin yorğunluğu dünəndə qalır və sabah da iş yoxdur və heç bir stres yoxdur deməkdir. Odur ki, istirahət edin və bizi izləyin. Sizinlə studiyada mən İlhan və dəyərli həmkarım Könüldür. Könül, sabahın xeyirli olsun. Sabahın xeyir olsun İlhan. Əziz telesəhər izləyiciləri, hər birinizi salamlayırıq. Gününüz xeyirli, uğurlu olsun deyirik. Bəli, bugün şənbə günüdür və telesəhər olaraq həftə ərzində olan aktual və vacib mövzuları yenidən gündəmə gətirəcəyik. Eyni zamanda həftə içində olan çox maraqlı rubrikalarımız var ki, tamaşaçılarımız o rubrikaları, o sujetləri yenidən görmək istəyir. Məsələn, elə milli və müasir musiqilərin remiksi haqqında danışacağıq və eyni zamanda dünya mətbəxindən də çox ləziz bir təam sizə təqdim edəcək. Elə siz də istirahət gününüzdə, bəlkə də evinizdə çox sevdiyiniz bir qonağınız gələcək və onu da bir qeyri-adi bir yeməklə, bir təamla təəccübləndirmək istəyirsiniz. Odur ki, dünya mətbəxindən də sizə çox gözəl bir yemək təqdim edəcək. Eyni zamanda şəhərimizin qonaqları rubrikamızda da türk bir qonağımız var, jurnalist və onun Azərbaycan haqqında təəssüratları və iş fəaliyyəti haqqında danışacağıq və şənbə günümüzdə zəngindir. Odur ki, gözünüz Azərbaycan televiziyasında olsun.